Sonra ikinci sual, nasıl ki Şeyx Albani'dən soruşurlar. Deyirlər ki, Əlcəzairdə bir dəvətçi var, deməli kitab yazıb və kitabda iddia edir ki, bəs insanları öldürmək, yəni tərk olunmuş sünnətlərdəndir. Yəni təcavüz eləmək insanlara, yəni kimsə tək adamı seçib gedib öldürmək. Tərk olunmuş sünnətlərdəndir və onu dəlil gətirir Kəb ibn Əşrəfin rivayətin, hadisəsin və həmçinin o Yahudi ki, hansı ki Peyğəmbər salsın vaxtında deməli bir qadına ələ salmışdı, təhqir eləmişdi və Peyğəmbər sallallahu əleyhi və səlləm adam göndərmişdi ki, onu öldürsünlər və bu iki dənə hadisəni dəlil gətirir ki, insanları, yəni kafirləri öldürmək olar, gedib evlərində öldürmək olar. Və şeyx də bu məsələyə cavab verir və şeyx, rahiməhullah, yəni mühüm məsələlərə toxunur. Ən birinci, buyurur ki, rahiməhullah, yəni təəccüblənir ki, tərk olunmuş müəllif, tərk olunmuş sünnətlərdən danışır və belə məsələləri gətirir ortaya. Yəni, tərk olunmuş sünnətlər çoxdur və əsas da onları yaşadan, məşhur eləyən elə Şeyx Albani özü olub. Yəni, Şeyx Rahimullah fikir verirsiniz, kitablarında da yəni, böyük xidmət eləyib. Xüsusən o sünnətləri ki, müsəlmanlar artıq onları çoxcusunu yaddan çıxarmışdılar. Lakin müəllif tərk olunmuş sünnətlərdən danışır, onlardan da biri deyir ki, insanları öldürmək, yəni kafirləri. Maraqlıdır, şeyx yəni təəccüblənir bu, onun müəllifin bu mövqeyindən. Və xüsusən də deyir ki, gör nə öyrədir bizə, yəni o nə demək istəyir ki, yəni biz başlayıb bu sünnətdə əməl eləməyə, yəni indiki zamanda. Yəni bu deyir ki, göstərir ki, deyir müəllif, rahiməhullah, cahildir, xüsusən də Peyğəmbər sallallahu həyatından, yolundan cahildir, bilmir. Və sonra rahiməhullah buyurur ki, çünki nə üçün deyir? Deyir ki, o hadisə ki var, hansı ki, Kəb ibn Əşrəfin rivayəti və Kəb ibn Əşrəf bu Yahudi idi. Yahudi idi və şair idi və müşrikləri həmişə ruhlandıran şeylər deyirdi. Yəni, onun müşriklərin güclənməsi üçün və sair böyük yəni, təsiri var idi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem o vaxt ki, Allah və Rasulunu ələ salır, o vaxt ki, Allah və Rasulunun açıq aydın düşmənçiliyin bildirir, ələ salır və Peyğəmbər sallallahu aleyhi ve sellem bir neçə dənə sahabini yollayır, onu öldürməyə. Və şeyx də, indi rahiməllah, indi o azmış o rivah hadisəni gətirir, Kəb ibn Əşrəfin hadisəsini. Və şeyx burada buyurur ki, yaddan çıxarmaq lazımdır ki, bu hadisə artıq İslam dövləti qurulmuşdu. Yəni, dövlət var idi və dövlətin başçısı var idi, o Rasul sallallahu aleyhi ve sellem. Yəni, o vaxt oldu. Yəni, şeyx burada rahiməllah, yəni ona işarə edir ki, bu fərdi adamın işi deyil. Yəni, fərdi adam belə eləməyi düzgün deyil. Xüsusən də əgər müsəlmanlar zəifdirlərsə. Çünki çox vaxt görürsən belə hadisələr əksinə müsəlmanlara fayda yox zərər getirir. Yəni kafirləri səbəb olub, kafirlərin müsəlmanlara qarşı hücum etməsi, müsəlmanlara qarşı nəinki müharibədən, iqtisadi cəhətdən, başqa cəhətlərdən yəni təsir eləmələri olur. Məsələn, elə kifayətdir ki, məsələn, müsəlman cəmiyyətləri nə qədər edəli biz yaşadığımız ölkədə, nə qədər müsəlman təşkilatları var idi, xeyriyyə təşkilatları, nə qədər yetimlərə baxırdılar, nə qədər ehtiyaclarını ödəyirdilər. Lakin o hadisələr ki, getdi qonşu tərəflərdə, o hadisələrin nəticəsində nə qədər müsəlmanlar xeyirdən məhrum oldular. Hələ bir dənə bu misaldır. Hələ başqa yəni, məsələlərə toxunmuruq. Yəni, insan özü fikirləşməlidir. Yəni, şeyx düz deyir, rahiməllah. Və şeyx də deyir ki, rahiməllah, bu deyir hadisə Kəb ibn Əşrəfin öldürülməyi. Birinci, İslam dövləti var idi və İslam dövlətinin başçısı var idi. Başçı əmr eləmişdi, gedib onu öldürməyə. Və o açıq aydın zərər verirdi müsəlmanlara. Ona görə və müsəlmanlar da artıq qüvvə sahibi edildilər. Yəni, dövlət əllərində var idi. Bu, müsəlmanların zəif olan vaxtında deyildi. Məsələn, fikir ver Məkkədə. Peyğəmbər sallallahu demişdi kimisə öldürməyə. Yox. Deməmişdi.
Bu hadisə ümumiyyətlə Şeyx Albani təbii ki, alimdir. Ona görə böyük hadisələri hamısını, ümumiyyətlə alimlər hamısı böyük hadisələri yığıb nəticəni deyirlərsə. Kifayətdir ki, İbn Kəsirin o tarixini oxuyanda Monqolların müsəlmanlara hücum etməyin, onları diyarların, ölkələrin xaraba etməsi, nə qədər 100 minlərlə müsəlmanların öldürməsinin səbəbini öyrənir. Nə səbəbə görə Monqollar hücum elədi müsəlmanlara? Hələ oturan yerdə yox. Oturan yerdə olmamışdır, qardaşlar. Monqollar gəlirlər, Xavarəzm deyilən bir şəhər olur, müsəlmanların ərazisi olur. Gəlirlər bura tacirlər, Monqollar. Monqollar da müşriklər, kafirdirlər. Yəni bütpərəstlər, kafirdirlər. Gəlirlər bunlar, lakin bunların kərvanında qızıl çox olur. Xəbər çatır Xavarəzmin əmirinə. Xəlifəyə o əmirə. Əmir deyir ki, gedin ola öldürün. Hələ xilafət var ha. Gedin ola öldürün, qızıllarını götürün. Kafirdirlər. Gəlib öldürürlər. Xəbər çatır Çingizxana. Adam göndərir, səfir. Deyir ki, siz onları bilməyib öldürmüşsünüz, yoxsa nə? O da deyir ki, Xavarəzm kafir olub onu görə öldürmüşük. Yığışırlar Monqollar. Gəlirlər. Hələ bir dənə o hadisəyə görə bir dənə döyüş olur Xavarəzmdə, 20 min müsəlman ölür. Yəni mən sizə ərəbcə o qardaşlar bilmir çox şey, amma bilmirəm o kitab İbn Kəsirin tarixi. O hadisələri bir dənə 6-cı əsrdir, 7-ci əsr. O hadisələr bir dənə o deyib oxusaz orada geniş, açıq aydın görsənəcək ki, əgər kafirləri vadar eləmək olmaz ki, sənə hücum eləsinlər. Xüsusən də əgər kafirlər güclüdürlərsə. İbn Teymiyyə rahimehullah bu məsələyə toxunur və hətta misal da çəkir. Şeyxülislam ümumiyyətlə çox vaxt kitablarında oxuyanında fikir versən ki, məsələdən danışanda misallar çəkir. Deyir ki, məsələn, səhradasan, gizlənməyə yer də yoxdur, çıxmağa, ağac heç nə yoxdur. Orada da şir yatıb. Şiri üstə qışqırırsan, atırsan, nəsə ki, şir oyansın, gəlsin üstüvə. Hara gedəcəksən? O ağılsızlıqdır. Ona görə müsəlman bir şey eləyəndə baxmalıdır. Bu əməli eləyə biləcək, yoxsa eləyə bilməyəcək. Bu mühümdür, qardaşlar. Ona görə o Xavarəzm, hələ mən deyirəm, o Kəb ibn Əşrəfə o azmış gətirir ki, terror eləmək olar və s. O Kəb ibn Əşrəfı əmri birinci Peyğəmbər s.ə.v özü eləmişdi. İslam dövləti var idi, qüvvə var idi və başqa. Lakin hətta İslam dövləti ola fikir verir o Monqolların vaxtında, hələm xilafət var idi. Lakin yenə görün Monqollar nə edədilər? Gəldilər, sonra nəticə nə oldu? Hələm Xavarəzm 20 min qalsın qırağı. Monqollar da bunların məqsədi dövlət qurmaq deyildi. Bunlar aldılar buranı, sonra dedilər, nə yaxşı. Keçdilər o birisi tərəfə. Keçdilər o belə başladılar getməyə, ta gəldilər İraka, Bağdada, İslamın xilafəti olan yerə, xəlifəni öldürdülər. Hələ mən başqa şeylərdən danışmıram. Bir daha hadisə. Gönlünə nəticələr verdi. Elmə də təhsil edir. Böyük kitabxanalar var deyir Bağdadda. O kitabları hamısını atdılar çaya. İbn Kəsir deyir ki, çayın rəngi dəyişmişdi. O da kitablar getdi. O da elm getdi. Yəni görün, nə nəticə bir dənə avamın hansı məsləhəni, məfsədəni nəzərə almadan hərəkəti görün, nə nəticələr verdi, qardaşlar. Ona görə o müəllif deyir ki, Şeyx Albani, təbii ki, bu mən əlavə etdim ha. Yəni Şeyx Albani rahimehullah deyir ki, o müəllifin, o Kəb ibn Əşrəfin hadisəsini gətirmək indi belə hərəkət eləmək özdə yatmış göpü sünnətlərdəndir. Təbii ki, savadsızlıqdır və Peyğəmbər salsın yolun başa düşməməkdir. Fikir versən, qardaşlar. Əsas başa düşməyə bax, bu çatışmır bu saat. Yəni, qardaşlar bəziləri deyirlər, nə üçün belə, lakin nəticəyə baxmırlar. Fikirlər, nə üçün alimlər belə demir. Qardaşlar, müsəlmanların bir vəziyyətinə bax. Əleyhissalam. Müsəlmanların vəziyyətinə bax. Və nəticə nə olur? Fikirləşmirlər, alimlər ittiham olunur və nələrsə edilir və nəticədə görürsünüz ki, nəticədə nələr olur, nələr. Və sonra Şeyx Rahimullah, yəni aydındır. Birinci bu,
hadisə Kəb ibn Əşrafın hadisəsi. İslam dövləti var idi, xəlifə var idi və əmir ona, xəlifə onlara əmr eləmişdi bunu. Və müsəlmanlar qüvvətli idilər. Və sonra Şeyx Rahimullah sonra həmçinin deməli deyir ki, Rahimullah cavabında bu fərdi adamlara aid deyil. Yəni dursun indi kimsə özü televizorda baxsın neysə, kimsə nəsə danışdırsa, amma mən gəlib onu öldürəcəm. Düzgün deyil bu. Fərdi hərəkət eləmək olmaz. Ona görə məsələn İslamda fikir versəz, qanunları tətbiq eləmək hakimin işidir. Eləyir, eləyir, eləmir, eləmir. Özü cavab verəcək qiyamət günü. Amma sən eləyə bilməzsən. Məsələn, oğurluq bile elədi. Sən gördün onu. Sən tutum o əlini kəsə bilərsən, İslamda əlini kəsməkdir. Yox, kəsə bilməzsən, bu hakimin işidir. Sən fərdi adamlar məhkəmə özlərini eləyə bilməz. Lakin indi nədir? Fərdi adamlar nə gəldi eləyir? Və ya əsasən yəni öz əməllərin düz saymaq üçün nə edirlər? Deyirlər ki, 5 nəfər yığışan kimi deyirlər ki, əmir seçək. Əmir seçək, əmir də deyir ki, ged onu öldür, deyir, ha. Deyir, əmir, bizim də əmir var da. Hələ 1000 əmirlərdən söhbət getmir. Supermarket kimi dolublar. Hələ deyil. Əmir, İslamda iki əmir deyib, icazə İslamda. Biri dövlət başçısı, biri də səfərdə gedəndə. Səfərdə gedəndə birincidən fərqlənir. Səfərdə gedənə beyyət eləmək lazım deyil. Sadəcə səfər müddətində əmir olur, başçı olur, amma onun qulaq asmalıdır. Məsələn, şəriətə müxalif olmayan məsələlərdə. Aydın qardaşlar, lakin indi bu əmir söhbəti, əsasən bu təbii ki, ixvanlardan gəlir. İxvanlardan gəlir, bu təşkilatçılıq və s. Ona görə onlar məsələn, harada hər şəhərin öz əmiri var, hər məhəllənin öz əmiri var, hər dəstənin öz əmiri var. Bunlar hamısı, yəni, İslamla düzgün deyil, qardaşlar. Ona görə, yəni, məsələni düzgün yanaşın. Və şeyx də deyir ki, Rahimullah, bu fərdi adamlara aid deyil. Və həmçinin, yəni, şeyx deyir ki, Rahimullah, bu dövlət başçısına aiddir və o hadisə olanda, Kəbin hadisəsi, Kəbin Məşrəfin ölümü, dövlət başçısı əmr eləmişdi, müsəlmanlar qüvvətli idilər və s. Və həmçinin, qardaşlar, və şeyx də Rahimullah bir dənə qayda getirir, qayda. Deyir ki, kim bir şeyin onun şərtləri hələm olmadan eləmək istəsə, kim bir şey, hələm bir şey yetişməyib bələm, onun tez eləmək istəsə, ondan məhrum olar. Ondan məhrum olar. Məsələn, kim istəyir ki, müsəlmanlar izzətlənsin, yüksəlsin. Lakin şəri yolla getməsə, əksinə o izzətdən məhrum olacaq. Əksinə geriyə gedəcək müsəlmanlar. Necə indi? Məsələn, bəzən görürsən, bəzi qardaşlar deyirlər cihad. Cihad var, növləri də var. Yəni, nəfslə, dəvətlə, elmlə və s. Və lakin hərbi cihad müsəlmanları qaldırmaq, əksinə nə eləməkdir müsəlmanları geriyə salmaqdır, çünki nəticə yoxdur və özünüz də görürsünüz ki, neçə illərdir o yerlərdə ki, cihad olub, nə nəticələr oldu? Heç bir nəticə olmadı. Bir dənə xeyr yoxdur, qardaşlar. Bir dənə xeyr olmadı. Lakin nə qədər insanlar öldü, nə qədər ailələr dul qaldı, qadınlar dul qaldı, yəni başqa məsələlərdən danışmıram mən. Ona görə şəriət deyib cihad və cihad da ibadətdir. Və lakin necə ki, başqa ibadətlər kimi hər bir ibadətin qaydası var, şərtləri var, qadağanı var. Namaz fərzdir. Və lakin elə vaxtlar var ki, namaz qılmaq haramdır. Baxmayaraq ayə var hədisdə. Ona görə qardaşlar, məsələni düzgün başa düşün. Bu elm dildir. Cahillər bu dili başa düşmür. Sadəcə şuar olmaz. Mütləq nəzərə almalıyıq. Məfsədə, məsləhət, alimlərin məsləhəti, möhtəbər alimlərin və təbii ki, bu ancaq belə olur. Ancaq belə olur, qardaşlar. Ona görə deyir ki, Şeyx Rahimullah onun gətirdiyi Kəb ibn Əşrafin o vaxt olan hadisəsin indiki vəziyyətlə müqayisə edib, indiki vəziyyətdə caiz görmək təbii ki, cahillikdir. Peyğəmbər sallallahu aleyhi ve sellem yolundan cahil olmaqdır və burada deyənək inşallah gələn məclislərimizdə davam edərik. Allah subhanahu wa ta'ala düzün bilir. Allah subhanahu wa ta'ala bizə işi faydalardan etsin və bizi sələfin yolunda sabit etsin.